Bu dəfə Mədəni Ritm verilişinin çox dəyərli qonağı var. Qonağımız Azərbaycan teatr və kino sənətinin sevilən siması xalq artisti İlham Namiq Kamaldır. İllərin yaratdığı sevilən obrazlarla tamaşaçı sevgisini qazanan sənətkarla yaradıcılıq yolu və həyat fəlsəfəsi barədə səmimi söhbətimizi sizlərə təqdim edirik. Bəh, la. Bu kimdir ki, mənə bilib getmişsən? Bu Cənnət xala qızın kuklasıdır. Hadi, kimə kələk gəlirsən, hə? Bu yekəlikdə kukla ol, ha? Niyə olmur? Dövlətli qızıdır da. Onun kuklası bu boyda olmayacaq ki. Hə da? Cənnət xala, sənə cahi cəlallı bir gəlin tapmışam ki. Sənət yalnız istedad deyil, həm də böyük bir məktəbin davamçısı olmaqdır. İllərin təcrübəsi, ustadlardan öyrənilən dərslər və tamaşaçı sevgisi bu yolun ən qiymətli qazancıdır. Cani, bir de kola. Sigareti var. Yok, karşıma çeken de yok. İki kişi değil. Bizimle sigaret de koy, çeken de yok. Azərbaycan teatr və kino sənətinin sevilən siması, xalq artisti İlham Namiq Kamal yaradıcılıq yolunu məhz böyük sənətkarların yanında formalaşdırıb. O deyir ki, sənətin sirlərini dahi şəxsiyyətlərdən öyrənib, onların məktəbindən keçib. Məhz bu zəngin sənət məktəbi onun yaradıcılıq yoluna istiqamət verib və bugün də səhnədə inamla addımlamasına güc verir. Gündüz konsert, akşam konsert, gəlenlər çoxdur, yox bilet. Mənim bilirsiniz də müəllimlərim kimlər olub da, Adil İskəndərov, Rıza Təhmasib və teatrda da ən magikan rejissor Tofiq Kazımov. Mən, vallahi nə deyim, mən teatrda, əgər baxsanız o statistikaya, dram rolü də oynamışam, faciədə oynamışam. Elə bax, elə 2008-də Naxçıvana gələndə Hüseyin Cavidin Afət tamaşasında Doktor Qaratay oynayırdım. Faciəvi bir obraz idi. Yəni, əlbəttə, indi deyirsiniz də, bilirsiniz, tamaşaçı onun ürəyində var da, elə duyğu ki, mən bu cür görmək istəyirəm. Amma şəxsən bizim üçün, peşə aktyorları üçün o qədər də problem deyil. Amma əsas odur ki, bilirsiniz, bax, istər dram rolü olsun, istər faciə olsun, istərsə komediya olsun. Gərək, bax, ülgücün üstündə, səhnədə, ayaqyalın elə gəzəsən ki, dabanın qanamasın, əndazəni biləsən. Biz onu fikirləşirəymişik. Mən həvəsim olub da, indi nətərdə, bizim nəsildə aktyor olmayıb, bizim nəsildə əsas vəkil olub, həkim olub çox. Amma görürsünüz, Allah Teala elə gətirdi ki, bir ailədən iki qardaş xalq artisti oldu. Bu da özü də paradoks. Yəni, həyat qismətdən artıq olmur. Sənətkarın həyatında xüsusi iz qoyan layihələrdən biri də miniatür teatr olub. Özünə məxsus üslubu, yumoru və düşündürücü səhnə həlli ilə seçilən bu teatr bir dövrün sənət hadisəsinə çevrilsə də, sonradan müxtəlif səbəblərdən fəaliyyətini dayandırıb. Lakin həmin teatrın yaratdığı sənət ənənəsi və xatirələri bugün də yaşayır. Qəşəng qız, bəlkə saatı siz deyəsiniz. Buna baxın, sataşmalı adam tapmış. Atan bilsə, aləm adamdır. Ensi isə dünyanın çırda. Seyirdeşi bilsə kəndimiz alt üst əliyə. Hala oğlusu bilsə, yortar qarnına bıçağı. Yaxşı bilmədim. İlham miniatür teatrı yarandı müstəqillik olandan sonra. Çünki müstəqillikdən qabaq heç bir teatrı açmağa imkan yox idi və icazə də vermirdilər. Bu vaxt teatr gəlir də, Arkadiy Rakinin teatrı gəlirdi, və Eston teatrı gəlir, miniatür teatrlar gəlirdi. Miniatür teatrı odur ki, yəni canlı musiqi, canlı klip səhnədə və dövrümüzdə, zamanımızda çatışmamazlıqlara qarşı söz demək. Yəni o teatrın qayəsi o idi ki, məsələn, tamaşaçı otururdu səhnədə, məsələn, biz əsər gedirdi, nümayiş olunurdu. Məsələn, elə söz deyirdin ki, tamaşaçı elə bir ki, onun ürəyinin tikanı çıxardırdı. Tamaşaçı deyirdi ki, bu sözü mən deyə bilməzdim, ha, səhnədən dedilər. Bax, ona görə miniatür teatrının nətər deyərlər, rəğbət var idi. O dövrdə o yeri bizə Polad Bülbüloğlu və Ədalət Vəliyev, hörmətli Ədalət Vəliyev, gənc tamaşaçılar teatrın binasında bizə yer ayırdı. 17 ilə yaxın biz işlədik. Sonra teatr təmir oldu. Təmir olandan sonra gənc tamaşaçılar teatrına 3 teatr birləşdirdilər. Artıq özəl teatr
fağır orada heç nə eləyə bilməzdi. Mən də öz kollektivimi demək olar ki, bir hissəsini musiqili komediya teatrına gətirdim, bir hissəsi bələdiyyə teatrına getdi və aktyorlar inkişaf eləmişdi onsuz da elə bu gün də onlar necə deyirlər, ayrı-ayrı teatrlarda öz məharətlərini göstərirlər. Klima! Kobra! Ha, kobra! Bacı, mən xarici dil bilmirəm, nə deyirsən, razıyam. İndi akademik musiqili teatrında rejissor və aktyor kimi çalışıram. Deməli, Teatr Xadimləri İttifaqında yaradıcılıq işləri üzrə mavinəm və Mədəniyyət və İncəsənət Universitetində Musiqili Teatr Aktyoru Kafedrasının məsləhətçi professoruyam. İlham müəllim yeni mövsümdə teatr sevərlərə təqdim olunacaq tamaşadan da danışdı. Sabit Rəhmanın eyni adlı Əlqulu evlənir komediyasının əsasında deməli, Əlqulu bugün evlənir. Yəni, musiqili komediyaya deməli, librettasını yazdım. Sonra onun əsasında quruluş verdim o tamaşaya. Əlqulu obrazında əlbəttə özümü ifadə etdim. Və bugünə kimi elə demək olar ki, ən belə populyar əsərlərdən biridir, yəni nümayiş olunur. Bugün teatrın sevindirici tərəflərindən biri gənclərin səhnə sənətinə artan marağıdır. İlham Namiq Kamalın sözlərinə görə tamaşa salonlarında gənc tamaşaçıların çoxluq təşkil etməsi Azərbaycan teatrının gələcəyinə olan inamı daha da artırır. Hər tamaşadan sonra eşitdiyim tamaşaçı alqışı mənə yenidən yaşamaq, yaratmaq və həyata daha böyük həvəslə bağlanmaq üçün güc verir deyə sənətkar vurğulayır. Əlbəttə, mən gəncləri çox sevirəm, həddindən artıq. Çünki öz tələbələrim də bu iki gündə universiteti bitirənləri də çox sevirəm. Bir də bilirsiniz, gənclərə kömək eləmək lazımdır. Kömək eləyə bilmiriksə, gərək mane olmayaq. Bunu hər kəs bilməlidir. Mən sizə səmimi deyim, indi bir ayda bir 4-5 tamaşa ifa edirəm. İstər mənim quruluş verdiyim tamaşalar, istərsə mən özüm başqa bir rejissorun tamaşasında oynadım rollar. İnanın ki, musiqili teatrda, zalda yer olmur. Mən bunu səmimi deyirəm, gəlib baxa da bilərsiniz. Xalq artisti Naxçıvanın onun yaddaşında hər zaman xüsusi yeri olduğunu vurğulayır. Bir neçə gündür burada olan sənətkar deyir ki, şəhərin hər addımında tamaşaçıların sevgisi və səmimiyyəti ilə qarşılaşır. Bu diqqət və ehtiram onun üçün ən böyük mənəvi qazancdır. Bilirsiniz, mənim üçün tamaşaçı deyə bilmirəm, mənim üçün əzizdir. Mən məsələn, 2 gündür də, 3 gündür buradayam. Mən demək olar ki, şəhərə çıxmağa çox deyim ki, hamı gəlir, şəkil çəkdirir, hamı bir qardaş kimi. Bilirsiniz, mən bəlkə də Allah Taala bu qismət eləyib ki, mən doğmadır. Məsələn, Naxçıvanda hara gedirəm, məsələn, görürəm ki, ailədir gedir. Mən ola bilər, mən tanımıram, amma görürəm gülə-gülə yaxınlaşır, ailədir. Yoldaşı, uşaqları güclə əlimdən tutur, gedək bir istəkən evdə çay içək. Bu bilsən nə deməkdir? Bundan böyük xoşbəxtlik yoxdur. Bir xınalı qoç kəsdilər ayaqlarının altında. Hazır olan çəkirik. Bir xınalı qoçun da ağzına kəsdilər Sonra nə oldu? Axırda da boşandılar. Anagramanı hazırlayın. Qanun qara deyil.